Əgər pensiyaların artmağını istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Sabah ölkə üzrə bütün pensiyaların tam şəkildə ödənilərək yekunlaşdırılması nəzərdə tutulur və bu barədə rəsmi qurumlar tərəfindən ictimaiyyətə ətraflı məlumat verilir. Qeyd olunur ki, bu addım sosial siyasətin mühüm istiqamətlərindən biri kimi dövlətin əsas prioritetləri arasında yer alır və vətəndaşların sosial təminatının gücləndirilməsinə xidmət edir. Məlumat Son Xəbər AZ saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan təqdim olunub. Fondun açıqlamasında vurğulanır ki, dövlətin həyata keçirdiyi sosial proqramların ən vacib hissəsi məhz pensiya təminatı ilə bağlıdır. Buna görə də hər ay pensiya ödənişlərinin vaxtında və kəsintisiz həyata keçirilməsi təmin olunur. Bu isə vətəndaşların gündəlik sosial rifahına birbaşa təsir göstərir. Bildirilir ki, avqustun 21-də Respublika üzrə bütün pensiyaların tam şəkildə ödənilərək yekunlaşdırılması həyata keçiriləcək. Yəni həmin tarixdən etibarən Azərbaycanın bütün bölgələrində, şəhər və rayonlarında yaşayan pensiyaçılar öz pensiyalarını tam şəkildə əldə edə biləcəklər. Bu qərar yalnız paytaxt Bakı şəhərini deyil, eyni zamanda regionlarda yaşayan vətəndaşları da əhatə edir və beləliklə, ölkə üzrə vahid sosial yanaşmanın tətbiqi bir daha təsdiqlənmiş olur. Fond tərəfindən əlavə olunub ki, bu ödənişlər yalnız adi pensiya alan şəxsləri deyil, həm də güzəştli şərtlərlə pensiya hüququna malik olan vətəndaşları da əhatə edəcək. Yəni hərbi qulluqçular, müəyyən sahələrdə işləyən şəxslər, sağlamlıq imkanları məhdud olan insanlar və digər kateqoriyalara daxil edilən şəxslər də məhz həmin gün pensiyalarını alacaqlar. Bu isə sosial bərabərliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Sosial Müdafiə Fondu açıqlamasında qeyd edib ki, pensiyaların vaxtında ödənilməsi həm də vətəndaşların dövlətə olan güvənini artıran mühüm amillərdən biridir. Əgər vətəndaş öz sosial təminatını vaxtında əldə edirsə, bu onun həyat keyfiyyətinin yaxşılaşmasına, ailə büdcəsinin planlaşdırılmasına və ümumi sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən də dövlət hər ay pensiya ödənişlərini vaxtında həyata keçirmək üçün bütün maliyyə və inzibati resurslarını səfərbər edir. Mütəxəssislərin fikrincə, bu cür addımlar Azərbaycan dövlətinin sosial dövlət prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Çünki hər ay on minlərlə vətəndaş bu ödənişlərdən birbaşa faydalanır və onların rifah halı dövlətin diqqət mərkəzində saxlanılır. Əlavə olaraq bildirilib ki, qarşıdakı aylarda da pensiya ödənişlərinin eyni qaydada vaxtında həyata keçirilməsi nəzərdə tutulur və heç bir gecikmə ehtimal olunmur. Nəticə etibarilə, avqustun 21-də ölkə üzrə həyata keçiriləcək bu ödənişlər bütün pensiyaçıları əhatə edəcək, onların sosial rifahını təmin edəcək və dövlətin sosial siyasətində vacib bir mərhələni təşkil edəcək. Son Xəbər AZ